Bir mühüm hoşlar məntəqəmizin bağçalarına. O cür ki, Sazman Həvaşinası elan edib, ayın 28-dən hava neçə gün 23 dərəcəyəcək qalxacaq. Ki biz buna istilahan bəhar kazib deyirik. Ki bahis olacaq ağaclar gülləyə və əgər esfənd mahda bir dənə qar gəlsə, kollən bağuzu soğuq alacaq. Əgər bu neçə gün isti havada ağaclarınız güllədir, həttəmən gərək gündə həvaşinasını çək eləyəsiniz ta əgər dəmay şəbanə 0 ya 0 yetişdi, bu nokatı bağuzda riayət eləyəsiniz ta xəsarətin qabağını alasınız. Əvvəli mورد budur ki, bağuzda abiyari barani eləyəcəksiniz, ya eləyə bilərsiniz, səmpaşla mehpaşı əncam verəsiniz, ta bilayə buz gələ cavanənin üstündə təşkil tapa, bu ünvanə ayıq əməl eləyə və soğurmasının qabağını ala. İkinci mورد budur ki, bağuzda eləyə bilərsiniz, ot yandırasınız və əgər balaca ağacınız vardır, onların dövrəsinə eləyə bilərsiniz, təlis çəkəsiniz və bunları soğuqdan saxlayasınız. Üçüncü mورد budur ki, kutay potas bala və əsid amiləni bahəm tərkib edib və səmpaş eləsiniz, ta cavanələrin müqaviməti soğuğa çoxaldı. Bu neçə gündə əslən hərəs eləmir və nitrogendar kod, məxsusən ağ kodu əslən istifadə eləmir. Və bu zəminədə müşavirə üçün eləyə bilərsiniz, direktə pəyam yollayasınız.